Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Nazirlər Kabineti qaz təsisat sahəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə yeni qərar qəbul edib. Xəbər verilir ki, Baş nazir Əsədovun imzaladığı qərarla qaz paylayıcı sistem operatoru tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və hava dəyişmə xətlərində müayinənin keçirilməsi qaydası təsdiqlənib. Yeni qaydalara əsasən, qaz paylayıcı sistem operatoru istehlakçıların mənzillərində və obyektlərində qaz qurğularının tüstü bacalarının və havalandırma xətlərinin işçi vəziyyətini yoxlamalıdır. Bu müayinələr tamamilə ödənişsiz həyata keçiriləcək. Müayinə zamanı bu istiqamətlər üzrə nəzarət tədbirləri görüləcək. Qaz qurğularının texniki vəziyyəti, balans məhsubiyyət sərhədində yerləşən qaz xətlərinin sızmaya qarşı davamlılığı, tüstü bacalarından tüstü yollarının işlək olub-olmaması, havalandırma və hava dəyişmə xətlərinin effektivliyi. Qərarın qəbul edilməsində əsas hədəf qaz təsərrüfatında təhlükəsizlik səviyyəsinin yüksəldilməsi və dərim qazından zəhərlənmə, partlayış kimi mümkün risklərin minimuma endirilməsidir. Müayinə zamanı hər hansı nöqsan və ya qayda pozuntusu aşkar edilərsə, onların aradan qaldırılması üçün dərhal müvafiq tədbirləri görüləcək. Yeni qaydaların tətbiqi ilə əlaqədar Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 215 nömrəli qərarı qüvvədən düşmüş hesab edilir.